Oçoviçi atır Cərmə meydançasında və top qapının yanında. Nicat Əliyev cərmə meydançasında Şuaybu çəkdi sola, Şuaybu! Domi Massimo və Sinenka daha bir zərbə olacaqmı? Nicat Əliyev. Qapının ötürmə. Hücum alına bilər. Talehin zərbəsi. Qurtarış edir. Royni istiqamədə ötürmə. Royni İsmailov qol vəziyyəti. Sinenka, Royni. Sinenka topu yaşayır. Asif oyunu üzərinə götürdü. Asifin zərbəsi, Sinenka. O da liderdi. Ceska Moskva məktəbi keçir. Gəllər Endiaye yerli ötürmə, özü zərbə endirmədi. Gerdən yerəni Səmədov, Sinenka. Qapı qarşı yerli ötürmə. Sinenka yenə də buraxmadı. Sağa çevirdi. Zərbə turalda, top qapıdan keçmədi. Kəpəzin kubok oyunlarında 2 dəfə oyunun taleyinə əlavə vaxt aydınlıq gəlib. 12-13. Artıq Zaqatala risk etməlidir. Təhlükəli zərbə, qapçı ilə oynadı Sinenka. Yenə ötürmə qapı qarşısına. Sinenka çıxışda səhvsizdir. İbrahim Qədirzadənin zərbəsi. Bəhruz Teymurov. Sinenka. Andrey Sinenka. Heyecanlı anlar. Peter Kings ötürdü qapı qarşısına və son anda. Benim xeyrinə. Çarvanın hücumu. Bayraq havadadır. Bayraq havadadır. Abdullah Şuaybu. Zərbə indir, qüvvətli zərbə Sinenka çıxartdı. Şuaybu Elşad Tağıyev. Elşadın zərbəsi Sinenka yenə yaxşı mövqe seçib. Belaruslu qapçı.